Benim adım İbrahim. Ben yine video çekmeye de başladım. Ve hücumlar olur. Oğlan hücumlarını izlettireceğim. Mintia'ya saldırır. Buraya dostumuz Mintia'ya. Ve burada canlı yayın uşaqlar. Ve orada bir iki savaş izlettireceğim. Ve saldırır. Fullleyecek. Benim fikrimce. Fullleyecek benim fikrimce. Orada şifa büyüsünü yanlış attı. Şifa büyüsünü yanlış attı. Onu başka bir yere çevreleseydi yaxşı olardı. Şifa büyüsünü atsaydı. Ne oldu? Ve savaşın sonunu izləyəcəyik. Və biz də savaş edəcəyik. Hücumumuzu o yerə fullləmək üçün, baxın, mənim fikrimcə bir dəqiqə budur. Hə. Onu saldırmaq üçün. Hə. Mən burada yerə saldırmaq istəyirəm. Hücumumu orada hazırlatdıracağam. Və o birisi videomda hücumumu edəcəm. İndi hücumcu əsgər hazırlatdıracağıq. Və nə əsgər hazırlatdıraq? Burada köy fulləmək üçün. Fikirləşək. Oğlan saldırısını yapdıqdan sonra izləyərik. Və burada 20 dənə dev hazırlatdıraq. Sonra 2 dənə şifacı. Şifacıdan sonra divar yıkıcı. 6 da divar yıkıcı. Sonra 5 dənə büyücü. 10 dənə də okçu barbar hazırlatdırsaq yəni yaxşı olar. Okçu 10 dənə. Barbar 10 dənə. Və bundan sonra burada əsgərlər 40 dəqiqədən sonra hazır olduqdan sonra videonu başlatacağım yəni. Özü başlatmayacağım yəni. Özü ikinci videomu çəkəcəm. Və ondan sonra həminki oradan bir dənə də hazırlatdıraq. 20 dev. 24 oldu. 20 dev. 6 divar kırıcı. 5 büyücü. Sonra da kaldı 2 şifacı. 10 bundan. 10 da bundan. Ordumuz kadar. İndi bir ektek. Yəni ki, şifa büyüsünə çox ehtiyac yoxdur. Yəni ki, şifacılarımız var. 2 dənə öfqə, bir şifa. Sonra siz zəhir büyüsü alaq, yəni ölməklə dəstə çıxanda yenə 2 öfqə, 1 şifa, 1 zəhir. Burada yazan videonun internet ciddi geldi. Videoda. Of, pis oldu dostum. Çok üzüldüm. Abi çok üzüldüm abi. Fulleseydim çok iyi olurdu ama olmadı yani. Hadi. Hızlandırılmış bir şekilde izleyek. Hızlandırılmış bir şekilde. Hayır, fulleyecektik köyü. 100 yok, milyon faiz fulleyecektik. Hayır, internet gitti. O herden bende de olur. Sonra fikirləşirəm. Ay internet gitti. Ne kadar? Baxaq. Çıxaq yəni. Çıxdıqdan sonra nə edək? Amonyak. Sağ ol kardeş. Sağ ol yəni də deyərəm. Dostum. Bence bir ulduz almışıq yəni. Pis deyil. Saldıracaqlar yəni. Özü gördüyünüz kimi öcə bağda qızılım var. Qızılım var yəni. Aca. 17 benim aga. 17'ye baxaq. 17'ye saldırmaq fikrində var. Fikri 17'ye saldırmaq. Arseni. Onu da söyləyəm ki, bizim rəqibimiz olan buraya məhlə, şeydir. İstanbullular. Yeni hafiflerim. Abone ol. Aga abone. Kanalın adı ne? İbrahim Ekberov.
yaz. Cılas xəstəsi İbrahim gelecek oraya gir. Ya gizləsin. Bax, mahnəsində onu görünür. Baxaq saldırı fulləyəcəkmi? Ona əsgərlərinə baxdıqda öcə bilərəm. Amonyak. Fulləyə bilərmi? Məncə incimə qardaş, fulləyənməzsən. Yəni ki, hücum elədikdə onunla bərabər qız üçün evdə olan da kardeş, mən səni atarım qız üçün. Balon, dalqılı, birinci ejder. Sonra atarım. Ha, uşaqlar, indi ne baxaq, nə qaraq. Bir də qızılları yığaq. Sonra orada qızıl yığdığım kimi, oha, qızıllar axırıncı səviyyə. Onu basa bilərəm, prosto istəmirəm basmaq. Hər şeyə öcə basa bilərəm. Hər şeyə buna basa bilərəm, olmur. Hər şeyə basa bilərəm. Hadi beyler, hadi abi, hadi. Bir hansılara basa bilərəm. Burada hər şey basa, buna basa bilərəm. Yəni buna da basa bilərəm, amma olmur yəni. Hamısı da basa bilərəm. Hətta onu da basa bilərəm. Hava gedimini. Basa bilərəm, amma olmur. Heç kimsə başmır. Yəni ki, uşaqlar öcə sonra da ki, baxacağım. Və mənim fikrimcə, burada şey yüksəltmək istəyirəm. Burada bilimi yüksəltmək istəyirəm və yüksəldək. Oha, kızıl ne kadar gidiyor abi. Onu da basaq. Ay. Ne biraz oldu. Ha, olur. Ay. Öcə 5 gün. Onu beləcə bunları yüksəltdik. İndi uşaqlar, gözə baxaq nə qədər alıb. 35 dəqiqədən sonra belə onu baxanda şeyləndə 35 dəqiqədən sonra hücuma girəcəm, yəni hücum eləyəcəm yəni də. Hücum eləyəcəm. Və özü gördüyünüz kimi bunlar özü 5 səviyyədir, özü 6 səviyyə olacaq, özü 5 bilən. Və ondan sonra bunu tapılmaq olur. Bu arada bir savaşımızı izləyək. Mənim qızılım çox olduğuna görə saldırmışdı bu oğlan. 420.000 qızıl. Əladır, hızlandıraq. Videomuz çox olmayacaq. Sonra da axı video çəkəcək. Ona görə. Şifaları yanlış yerə atıb. Onu beləcə bir ulduz alıb 63% və savaş. Abi savaş. 20 obyekt. Ejder. Allah oldu sana oyunun sesini biraz artırın. Allah oldu sana ejder. Özü bir de savaşı izledikten sonra ödü söyleyeceğim. Adı neydi? Ödü videonu ödü baklayacağım. Yani videonu söndüreceğim. Ay çok pis oldu. Baştan. Çok pis oldu. Valkyrie'nin ölmemesi çok pis oldu. Tüm her şeyini mahvedeceğim. Onu mahvette fulleyeceğim köyü. Mahvele vur. Ay. Onu mahvolsaydı fulleyeceğim. Tabii bir oldu olabilir. Ama maalesef ki yıkanmadım. Kardeş. Üzüldüm. Kardeş üzüldüm. Çok üzüldüm kardeş. Çok. Hadi beyler. Hadi. Hadi kardeş. Hadi kardeş. Saldıracak mı? Güzel saldırdı. Çok pis oldu ya ki saldırıda pis faiz alması. Uşaqlar. Ortam savaşı girmeye hazır olsun. Videonu başlatacağım. Video başlatmayacağım yok. Şey edeceğim de. Yeni bir video çekeceğim.
saldıranlar yoxdursa biz video çəkək. Bir dəqiqə bunları bir dəqiqə izləyək biraz da. Köy belə. Ay, bitdi. Köy belə. Vaxtımız az qalıb. Oha kardeş. Oha, bu nasıl bir köy? Saldırsam fullleyerim bu köyü ya ki deyim. Saldırsam bu yeri fullleyerim. 82 seviye. Oha kardeş, nasıl bir köy vardır? Çok iyi. Buna saldırırsam fullerim belki. Tabii ki. Ejder çok saldırırsın bence. Ejder çok yanlış saldırmışsın bence. Ne bileyim kardeş. Ben bilmem. Mənim fikrim burada yeri saldırmaqdır. Burada neçə səviyyə yerdir? 57 səviyyə yerdir. Bir dəqiqə. Onu başlayın. Bir də köyü, orada bir dənə köyünü şöyle inceləyək. Sən yıldırım büyüsünü, şifa büyüsünü açdırmaq çox yaxşı olardı. Özdə bütün əsgərlərini 3 səviyyə eləsən yaxşı olar. Yıldız bombusum biraz azdır. Sən də savaş yap. Bütün divarlarını 5 səviyyə olsun, yerin çox möhtəşəm olacaq yəni. İndi sənə deyim də, okçu kulelerini yan-yana qoymaq indi şey deyil də, özün mod deyil yəni ki. 100 yer tutması yaxşıdır. Havanın bir səviyyə çox pisdir. Ən pis şey havanın bir səviyyə olmasıdır və Öcəbi yaxınlarda klan kalesini də yüksəldərsən yəqin ki. 8-9 eləyərsən yəni ki qızılların çoxdur. Onu da yəqin. Və burada neyin qaldı? Vəbşə heç neyin qalmadı. Və neyin qaldı? Bombaları da yüksəldə bilərsən yəni ki. Bütün bombalar olmasa xırda bombaları yüksəldə bilərsən yəni ki. Ondan sonra 30 səviyyə olandan sonra şey də yüksəldə bilərsən, hava savunmasını. Sonra mənim sənə söyləyəcəyim, indi söyləyəcəyim sənə bir şey olacaq ki, indi büyücünü açdırmağın olacaq. Yəni ki, xeyirli şeydir büyücü. Xeyirlidir. Əziz uşaqlar, heç kimi saldırmaq fikrinizdə yoxdur. Ona görə biz videonu sonlandıraq. Hücum əsgərlərimiz hazırlanırsa videonu başlayacağım. Bunu yüksələ bilərim, bilmiyorum. Mənim fikrimcə burada şey yüksəlmək istəyirəm. Ondan sonra burada şey yüksəldəcəm. Şifanı, yıldırım. Mənim fikrim var yıldırımı büyük. Söyləyim də. Əvvəlcə yıldırım büyüsü, sonra şifa, sonra öfkə. Sonra zehir büyüsünü, sonra deprem. Yox, onlar yox. Birinci dalga vuku yüksəldəcəm. Sonra donuzu, sonra şeyi yüksəldəndən sonra Valkyrie Golem. Sonra yəni tezdən bunu basacağım bələnçini, basacağım. Basdıqdan sonra yəni də barbar, okçu, dev, goblin, duvar kırıcı, balon, büyücü, şifacı, ejderha, pekka. Yəni də bələnçi yüksəldəcəm. Yüksəltmələrim olacaq. Uşaqlar, özünüzə yaxşı baxın yəni ki. Sağ olun demirəm. İndi onsuz da onu bəlkə video çəkdim, bəlkə bir dənə də video çəkdim. Yəni ki, indi özünüzə yaxşı baxın ki, mənim o birisi videomu izləyə bilərsiniz. Sağ olun, salamat qalın.